Herkese salam, yeni dərslərimizə davam edirik. Bu dərsdə yenə montajla əlaqəli bəzi meyitləri görəcəyik. Həmən vaxt itirmədən dərsimizə keçək. Burada gördüyünüz məsələn, burada papkanı açmışam. Papka içərisindən də istədiyiniz kimi modeli aça bilərsiniz. Yəni, məsələn, tutaq ki, ana partımız bu olacaq. Bunu götürürəm, sürükləyirəm bura, buraxıram. Yəni, SolidWorks-in içərisinə və partımı mənim üçün bu şəkildə açır. Yenə dediyim kimi, buradan Assemble'a keçid edəcəyik. Gəlirik buradan, Make Assemble deyirik. Buradan yeni bir Assemble create edəcəm. İndi Assemble'ı qoyduğum zaman, şuzu qoyaq bura. Bu partımı bura yerləşdirdikdən sonra ilk etməm gerəkən şey, sizə dediyim kimi, gəlib buradan float eləmək idi. Daha sonra bunu mate eləyəcəyik. Amma mate etməmişdən əvvəl etməmiz gerəkən ikinci şey deyim. Həmən bu assemble'ı save edin. Save etmə yadınızdan çıxmasın. Çünki save etmədiğiniz təqdirdə bu assemble'ya davam edə bilərsiniz. 10, 20, 30 parçaya davam edərsiniz və save etmə yadınızdan çıxar və tamamilə etdiyiniz bütün meyitlər hamısı boşuna gedər. Assemble'ınız qurulmamış olar. Onun üçün dediyim kimi, gəlin birinci save eləyək bunu. Gələk. Bunu birin içərisinə save eləyək bura. Olsun Assemble 1 olaraq. Sonradan adını dəyişərik. İndi burada yeni bir mate növü göstərəcəm sizə. Yadınızdadırsa, mən sizə deyirdim ki, planelər üzrə matelər verirdik. Yəni, planeləri bir-birinə uyğunlaşdırırdıq. Assemble'ın plateləri ilə partın platelerin. Bunun daha qısa bir yolu var və sizə partı düzgün şəkildə çəkmək metodikasını buna əsaslandırırdım ki, yəni partın düzgün şəkildə çəkilibsə, planelər də düzgün yerlərə qoyulubsa, belə deyək, originimiz da tamamilə düzgün yerdə olacaq. Hal-hazırda originimiz tam istədiyimiz yerdədir. Məsələn, bunun origini ilə assemble'ımızın originini mate eləsək biz, kontrol basıram, ikisini də seçirəm, mate eləyirəm bunları və artıq planelərimizi mate eləməyə ehtiyac yoxdur. Planelərimiz tamamilə düzgün yerdə olacaq. Məsələn, top plane'e baxaq. Partın top plane'i burada, assemble'da top plane'i eyni yerdədir. Və ya front. Assemble'ın frontu burada, partın da frontu burada. Right da eyni şəkildə eyni yerdə olur. Yəni bu şəkildə gəlib origindan tez bir mate verib birinci partınızı tamamlaya bilərsiniz. Amma yadınızdan çıxmasın, bu sizin partın tamamilə düzgün formada çəkilmiş versiyası olduğu zaman düzgündür. Yəni partınızı düzgün şəkildə çəkməmişsinizsə bunu edə bilməyəcəksiniz. Yəni edəcəksiniz, amma tərs yanacaq partınız böyük ihtimalla. Bunu save etdiyimizə görə diğer partlarımızı gətirə bilərik. Bu assemble'dır, yadınızdan çıxarmayın, bu part kimi görsənə bilər. Diğerlərini, məsələn, gəlib buradan Promo 2 dənəsini seçib, gətirib, bura ata bilərəm. İkisi birgə gəldi. Bu şəkildə də işləyə bilərəm. Sonra gəlirəm, ikinci partıma keçid edirəm. Bu part burada olduğu kimi qalsın. İkinci partımda yenə gəlirəm. Məsələn, burada artıq origini verə bilmərəm. Çünki origin buradadır. Bizim partımızın origini isə buradadır. Əslində düzgün yerə gəlib oturacaq. Səhv yerə gəlib oturmayacaq. Amma bizim kontrolümüzdən biraz çıxacaq. Yəni istədiyimiz kimi mate'i düzgün verə bilməyəcəyik. Onun üçün nə edək? Həmən gələk. Bunun front plane ilə assemble'ımızın frontunu üst-üstə qoyaq. Daha sonra right ilə right'ını mate verək. Bu şəkildə etdikdən sonra assemble'ımız sadəcə top plane üzrə belə hərəkətlər eləyə bilir, yuxarı aşağı. Bunu da necə ayarlayaq? Gələk birinci belə bir mate verək. Burayla buranı mate eləyirəm. Bu şəkildə bu partımda tamamilə fully defined olur. Amma mən partımın içərisini görə bilmədiyim üçün bu assemble'da yanlışlıq ola bilər. Onun üçün nəydən istifadə edəcəyik? Onu sizə göstərin və yadınızdan çıxarmayın. Bunu hər zaman istifadə eləməyə çalışın. Tez-tez partınıza baxın. Düzgün şəkildə mate olunub mu, olmayıb mu? Yoxlayın. Nədir o? Section View'dur. Partda gördüyümüz elə. Section View'ya klik edirəm. Zaten tamamilə ortadan kəsir. Sonra OK basıram. Burada gördüyünüz kimi bu part diğer partın içərisinə girir. Biz belə bir mate istəmirik. Biraz çölə çıxmanı istəyirik. Bu necə eləyə bilərsiniz? Gəlib bu parta klik eləyib, buradan mate'lərinə gedib, həmin bu gördüyünüz mate'i edit eləyib, distance verə bilərsiniz araya. Gələk məsələn edit eləyək.
Daha sonra mesela burada gördüğünüz mesafeye gireceğim. Mesafeden buradan 3 seçirəm. Görürəm ki 3 uyğun değil. 4 eləyirəm onu. 4 elədiyim zaman bura baxıram. Görürəm ki tamamilə uyğun gəlir. Mənim istədiyim kimidir. Sonra OK basıb bitirirəm. Daha sonra hər şey tamamilə düzgün olduğum qərar verdikdən sonra section view'nu buradan gəlib yenidən bağlaya bilərsiniz. Dediyim kimi bu section view'dan tez-tez istifadə edib assemble'ınızı hər zaman yoxlayın ki ikinci dəfə görün düzgün şəkildə mate vermisiniz yoxsa yox. Burada indi yeni bir mate göstərəcəm sizə. Bu mate konsentrik mate olacaq. Yəni bu gördüyünüz bolt qaykayla belə deyək. Bu gördüyünüz qaykanın tam mərkəzindən bir ox keçir, xəyali bir ox keçir. Təbii ki bu dairəvi olduğu üçün belə deyək. Onun üçün yəni bir xəyali ox keçdiyini düşünün. Buradan da xəyali bir ox keçir. Həmin oxları bir-birinə birləşdirir, belə deyək. Onu necə görə bilərik? Gəlib məsələn buradan açsaq onu. Gördüyünüz kimi SolidWorks backgroundda bunun tam ortasından bir ox çəkir. Bunun da tam ortasından bir ox çəkir. Bu oxları bir-birinə mate deyir bir növ. Biz təbii ki gəlib hər zaman bunları açıb bunları mate'ləməyəcəyik. Gələk bunları gizləyək. Biz necə eləyəcəyik? Deyəcəyik ki bununla bu konsentrik olsun. Gələk ikisini də seçək. Və belə bir işarə çıxır. Konsentrik işarəsi. Yəni mərkəzlərin eyniləşdir. Bu deməkdir. Gəlirəm, mərkəzlərini eyniləşdirirəm. Sonra baxıram ki sadəcə yuxarı aşağı gedə bilir. Amma bunun mərkəzindən heç cür ayrıla bilmir. Sağa sola heç cür gedə bilmir. İndi bunu sabitləmək üçün ikinci bir ilişki verək. Gələk bura mate veririk. Bura məsələn deyək 30 milli olsun. Aralarındakı məsafə. Bu şəkildə mate verə bilərsiniz. Burada gördüyünüz kimi assemble'ımız tamamilə bitib, amma mənfi işarəsi. Səbəbi isə rotation'dır. Yəni biz rotation'ı kilitləmədiyimiz üçün hal-hazırda dönmə hərəkət eləyə bilir. Bunu necə kilitləyə bilərsiniz? Birinci onu sizə göstərim. Birinci yolu budur. Gələrsiniz bu üzlə, bu face'i məsələn, bu face bildiyimiz kimi hal-hazırda bu part fully defined olduğu üçün rahatlıqla mate verə bilərik üzərində. Bu face'i gəlirik biz paralel eləyə bilərsiniz bu şəkildə. Paralel olduğu üçün avtomatik olaraq bu fully defined olur. Çünki paralelliyi poza bilmir burada. Paralelliyi poza bilmədiyimiz üçün assemble'ımızda fully defined keçir. İkinci bir yol nədir? Gələk bu mate'i suppress eləyək. İkinci bir yol bu konsentrik mate'ində right click elədiyiniz zaman lock rotation seçeneği çıxır. Bunu gedib içindən də dəyişə bilərsiniz. Həmən gedək içinə. Edit elədik. Edit elədiyimiz zaman gəlib burada lock rotation seçeneği var. Buna da klik eləyə bilərsiniz. Amma daha qısa olaraq heç içində edit eləməyə ehtiyac olmadan gəlib right click eləyib lock rotation desəniz bunu artıq rotation'ı lock eləyir və olduğu vəziyyətdə lock eləyir belə deyək. Məsələn gəlib unlock eləsək bunu və bu vəziyyətə gətirsək daha sonra klik eləyib lock eləsək hal-hazırda bu vəziyyətdə rotation'ı lock elədi və heç cür hərəkət elətdirə bilmirik artıq. Bu modelimizdə bu şəkildə bu assemble'ımızı tamamladıq. Keçək bir sonraki assemble'a. Bir sonraki assemble'ımızda yenə eyni metodika ilə davam edə bilərəm. Mənim bir main partım var. Daha sonra yenə qaykam, yenə şurubum var. Burada washer'ım var. Bunların hamısını bir-bir açacağıq. Birinci partı gətirək. Partın içərisində assemble'ı create eləyək, save eləyək. Partımız açıldı. Daha sonra assemble'ımıza keçid edirik. Yəni assemble'ımızı create edirik part üzərindən. Bura qoyuram və gəlib bunu float eləyirəm. Daha sonra gedin save edin həmən. Assemble 2 fərqli yerə save elədi, amma olsun, dəyişərəm yerin. Evet, tamam. Bundan sonra isə yenə origin'ımıza baxırıq. Buradadır. Bizim üçün uyğundur. Gələk origin'ları bir-birinə mate verək. Bu şəkildə. Simetrik bir part olmadığı üçün yenə problem olmayacaq. Right view zaten tamamilə ortada olmağa ehtiyac yoxdur, amma top view'umuz ən azından tamamilə düzgün şəkildədir. Partımızla üst-üstə düşür ən azından. Onun üçün heç bir sorun yoxdur.
Daha sonra bir sonraki partlarımızı gətirək. Bu 3 partı da seçirəm. Gətirirəm, qoyuram bura. Okay, üçü də gəldi. Bəzi fərqli yerlərə düşə bilir. Bir də fix formada gəldi. Belə bir şey istəmirdik biz. Belə olduğu zaman gəlin hamısını silin. Daha sonra bunu biraz bu şekilde kenara çəkək. Hamısını gətirək, qoyaq bura. Okay. Tamam. Bunların hamısı buradadır. Yaddan çıxarmayın ki, bunlar bildiğiniz kimi washerlardır, nutlardır, screwlardır falan. Bunları sizə göstərdiyim kimi McMaster'dan rahatlıqla əldə edə bilirsiniz. Məsələn, bura screw yazdığınız zaman gelip buradan McMaster'dan yükləyəcəyik. Bir də gedib screwları falan model falan etməyəcəyik. Bunları model etməyə ehtiyac yoxdur. Bunların hamısını bir-bir qabaqda da sizə göstərəcəm. Mən sadəcə kiçik bu modellərdə bunların meyitləri necə verilir, onları göstərmək istəyirəm sizə. Gələcəkdə tamamilə düzgün şəkildə necə McMaster'dan yükləyib, daha sonra gətirib assemble'ımıza əlavə edirik. Bunlar haqqında da məlumatlar verəcəm sizə. Hemen başlayaq modelimizi. Birinci bu partımıza başlayaq. Bu partı tamamilə full define etdiyimizə görə. Keçirik ikinci partdan. Gələk bunları konsentrik verək. Bura verəcəm konsentrikliyi. Gəlirik, ikisini də seçirik. Daha sonra konsentrik edirik. Bu şəkildə lock rotation eləmirəm. Səbəblərini göstərəcəm sizə. Daha sonra burayla buranı mate verək həmən. Okay. Daha sonra gələk bu modellərimizə. Bu modellərimizdə mən burayla buranı konsentrik verəcəm, amma üzün fərqli formada olmaq istəyirəm. Yəni bu hissənin bura gəlməyini istəyirəm, belə deyək. Bu hissə ilə bu hissə bir-birinə gəlib oturacaq. Onun üçün nə edə bilərəm? Rotate edə bilərəm birinci rahatlıqla. Gəlib o mate'i verə bilim deyə. Çünki versəm flip eləyəcək, yəni düzgün formada verməyəcək. Flip eləmə məcburiyyətində qala bilərik. Gəlirik bunları konsentrik edirik. Daha sonra bizim birinci gətiri qoyuruq. Bura washer'ımızı. Rotation'lara hələ ki fikir vermirəm. Qoy rotate eləsinlər. Rotation əlaqəli yeni bir şey göstərəcəm sizə. Yenə bunu döndərirəm. Bu hissənin bura gəlməyini istəyirəm. Onun üçün döndərdim. Gəlirəm bunları seçirəm. Daha sonra bununla bunu bir-birinə mate verirəm. Okay. Bu şəkildə. İndi modelimizi rotate etdiyim zaman, məsələn bunu rotate etdiyim zaman, bunu da rotate etməyini istəyirəmsə mən, sizə göstərdiyim kimi buradan gəlib artıq lock rotation deyil də artıq bu face'lər üzərində bir paralellik verə bilərik. Məsələn, bu face ilə bu face'i paralel eləsək əgər biz, məsələn paralel elədik, artıq bir-birindən asılı formada olacaq. Bu döndüyü zaman altdakı da avtomatik olaraq dönür. Yəni ikisi də birdən dönməyini istəyirsinizsə, modellərinizi bu şəkildə mate verə bilərsiniz. Face'lər üzərində paralelliyi verdim. Bu şəkildə dönmə hərəkət edir hal-hazırda ikisi də. Əgər gəlib washer'ınızda dönməyini istəyirsinizsə, eyni anda, belə deyək, o zaman nə etməniz lazımdır? Əvvəlcə yeni bir şey göstərim sizə. Ondan sonra necə onları birgə döndərmək lazımdır, onun məlumatını verəcəm. Yeni dediyim nədir? Məsələn, gəlib burada section view-dən istifadə edib bu şəkildə section view alıb rahatlıqla işimizi görə bilirdik, içərisini görə bilirdik məsələn. Burada isə yeni bir metodikadan istifadə edəcəyik. O nədir? Bu gördüyünüz partı transparent edəcəyik ki, yəni şəffaflaşdıracağıq ki, içərisi görsənsin rahatlıqla içərisində nə var, nə yox, hamısını anlaya bilək və daha rahat kontrol edək öz assemble'ımızı. Bura right click elədiyiniz zaman və ya gəlib buradan parta da right click eləyə bilərsiniz və ya burada sadəcə left click də eləyə bilərsiniz. Məsələn, gəlib bura left click elədim. Gəldik buradan şəffaflaşdırma var. Bura click eləyirik. Bu partı tamamilə şəffaf eləyir indi bizim üçün. Və içərisində artıq bunun dönüb dönmədiyini rahatlıqla görə bilirəm. Gördüyünüz kimi. Bu döndüyü zaman washer'ımız dönmür. Qaykamız döndür, amma washer'ımız dönmür.
necə eləyə bilərik indi? Burada gördüyünüz kimi hər hansı bir face yoxdur. Face'ləri paralelliyi verə bilməyəcəyik. O zaman yenə dediyim kimi mate'in xüsusiyyətləri yadınıza düşsün. Nöqtədən vermək olur, edge'dən vermək olur, face'dən vermək olur və plane'lərdən də vermək olur. Yəni bunların içərisində ən az 3 dənə düz plane olur. Təbii ki, bizim top plane'imiz bizim işimizə yaramayacaq burada. Right və ya front plane'lər üzərindən verə bilərik. Məsələn, front plane'i seçərəm. Daha sonra bu üzü seçərəm. Sonra gəlib bir-birinə paralel eləyərəm. Artıq bunu döndərdiyim zaman eyni istiqamətdə və eyni anda aşağıdakı washer'ımda və natımda dönmüş olacaq. Bu da bu şəkildə. Daha sonra işiniz bitdikdən sonra gəlib bura klik eləyərsiniz. Təbii ki, buralara gəlməyin, çünki seçə bilmir modelimizi. Gördüyünüz kimi seçə bilmir. Gəlib bura klik eləməyiniz lazımdır. Yəni boşluq olan hissəsinə. Məsələn, bura klik eləsəm modelimizi seçmir. Bura, bura. Amma bura klik elədiyim zaman bizim modeli seçir. Və ya gəlib buradan dəyişə bilərsiniz. Bu şəkildə. Yenə buradan şəffaflaşdırıram. Gəlib buradan klik edib bu şəkildə dəyişə bilirəm. Daha sonra məsələn modelin assemble'ınız hazırdır. Hər şeyi düzgün formada etmişsiniz. Sadəcə bunun üzərində bəzi dəyişikliklər etmək istəyirsiniz və modeli açmaq istəmirsiniz. Gördüyünüz kimi partımız açıqdır buradan. Hətta bu partımızı buradan save eləyək və bağlayaq. Aha. Deməli belə. Bu partımızı gördüyünüz bu sarı böyük partı edit eləmək istəyirik. Buradan məsələn chamfer qoymaq istəyirik, buradan fillet qoymaq istəyirik, buradan yeni deşiklər açmaq istəyirik. Amma partın içərisində getmək istəmirik. Direkt olaraq bu assemble'ın içərisində də partlarımızı istədiyimiz kimi edit eləyə bilərik. Yaddan çıxarmayın, assemble ortamı həm part, həm assemble'ını birlikdə sizə verən, yəni tool'larını birlikdə istifadə etmənizi sağlayan bir ortamdır. Amma part ortamı sadəcə partın xüsusiyyətlərini daşıyan və sadəcə partda istifadə etdiyimiz tool'ları, yəni birlikdə olduğu yerdir. Onun üçün buradan da gidib partımızı edit eləyə bilərik. Necə edirik? Həmən onu göstərim. Gəlirik, yenə partımıza klik edirik. Burada edit part seçeneği var. Edit part necə yadınızda saxlaya bilərsiniz? Hide seçenəyimiz var idi burada. Şəffaflaşdırma var idi. Bunların tam solunda. Məsələn, gəlirik edit part'a klik elədiyimiz zaman indi edit partda olduğumuzu necə anlayacağıq? İlk öncə sizə onu göstərim. Partımız avtomatik olaraq rəngi dəyişdi. Yəni adının rəngi dəyişdi. Burada qara rəngdə olduğunu görürsünüz adı. Burada isə mavi rəngə dəyişdi. Və burada edit etdiyimizi göstərən bir simvol gəldi. Yəni ikon gəlir ki, siz hal-hazırda editdəsiz. Bu partın editindəsiz və gördüyünüz kimi burada feature, sketch ortamı gəldi. Hətta weldmetimiz falan, sheet metalımız hamısı gəldi çıxdı ortaya. Feature'dan istədiyimiz kimi dəyişikliklər edib sketch aça bilərik hal-hazırda. İndi bu partımız normal part ortamındakı kimi başlayaq edit etməyə. Məsələn, normal part ortamında nə edirik? Bura klik edirik, gəlirik, bura fillet veririk məsələn. Bura məsələn 10 fillet verdik, OK basırıq. Bura heç cür gəlib klik eləmirəm. Əgər bura klik eləsəniz, tamamilə çıxacaq edit partdan və artıq edit eləyəməyəcəksiniz o partı. Yenidən girmək məcburiyyətindəsiniz. Və ya gəlirəm bura, sketch açıram məsələn. Gəlirəm, belə bir devrə çəkib, daha sonra gəlib burada extrude cut eləyə bilərsiniz. Məsələn, olsun, true olmaz. Bu şəkildə modelimizi edit eləyə bilirik. Sonra gəlib məsələn buradan da chamfer verək. Bu şəkildə chamfer'ımızı veririk və tamamilə modelin editinin bitdiyin nəzərə aldıqdan sonra yəni deyirik ki, artıq edəcək bir şey yoxdur. Məsələn, gəlirik buradan, ikonu basırıq, editdən çıxırıq, assemble ortamına gəlirik yenidən. Feature hissəsi gördüyünüz kimi tamamilə getdi buradan. Artıq feature'dan dəyişmələr yoxdur. Bu sketch, partdakı sketch deyil. Bunu qarışdırmayın. Buna fikir verməyin. Yəni gəlib buradan sketch istifadə etməyin. Edit etməmiş
heç cür gedib o sketchdən və ya dəyişiklik etmək istəsəniz, yəni part ortamında olan dəyişiklikləri etməyin. Yenə gəlirəm, məsələn, bunu edit etmək istəyirəm. Right click edirəm, edit part. Çox sadə. Gəlin istədiyiniz kimi edit edin. Chamfer verək, kiçik bir şey verək. Tamam, belə olsun. Belə bir chamfer verək. Bəzi dəyişikliklər etdim. Belə bir editlər etdikdən sonra, hər şey bitdikdən sonra gələk bunun editin yenidən dəyişək. Bu qalmasın belə, sizə göndərəcəm çünki. Silək. Məsələn, istədiyiniz kimi silə də bilərsiniz. Yenə editdən çıxın. Partınız tamamilə bitdi və part bitdikdən sonra assemble'da bu şəkildə gəlin save eləyin və bu partları fərdi olaraq da atsanız, fərdi olaraq da bu partların dəyişmiş olduğunu görəcəksiniz. Yəni təbii ki, burada dəyişdiyiniz partlardan söz gedir. Məsələn, bunu fərdi olaraq getsək, atsaq, open part desək, bu partın dəyişmiş olduğunu biz rahatlıqla görə bilirik burada. Bu bizim nə işimizə yarayır? Məsələn, tutaq ki, biz bir partı edit eləmək istəyirik. Niyə gedib partın içərisində eləmirik? Burada eləyirik. Səbəbi odur ki, biz məsələn, böyük bir assembly istifadə etdiyimiz zaman bəzi partlardan referans alıb editlər etməyə başlayacağıq. Məsələn, tutaq ki, deyirik ki, burada bir deşik olsun. Amma bu deşik gördüyünüz boltun, skrunun tam çölündən məsələn 10 məsafəsi olsun. O məsafəni vermək çox mümkün olmur. Yəni gedib hesablamanız lazımdır. Amma buradan assemble'da eləsəniz onu, buradan rahatlıqla referanslar götürə biləcəksiniz. Yəni digər partlardan referanslar götürmək üçün və işinizi daha da asanlaşdırmaq üçün sadəcə part ortamında işləyirsiniz. Keçək bir sonraki assemble'ımıza. Bir sonraki assemble'a keçmədən öncə sizə kiçik bir şey göstərməliyəm. Siz böyük ihtimal ilk dəfə etdiyiniz üçün sizdə fərqli ola bilər. Demək istədiyim nədir? Siz partı edit etdiyiniz zaman sizdə belə bir mənzərə çıxacaq qarşınıza. Yəni, bu partdan başqa hamısını şəffaflaşdıracaq. Bu şəkildə xəttlər görsənəcək ortalıqda. Məsələn, bir-iki part olduğu zaman çox bir problem olmur. Amma yüzlərlə part olduğu zaman burada, yəni bu assemble'ınız tamamilə xəttlərlə dolacaq bu şəkildə. Bunu istəsəniz bağlaya bilərsiniz. Həmən göstərim sizə. Mən bağladım. Mən o şəkildə istifadə etmirəm. Zaten hansı partı edit etdiyimi bildiyim üçün digər partların gizlənməsinə heç ehtiyac yoxdur. Bağlamaq istəsəniz gəlin buradakı options'a klik eləyin. Daha sonra display'e keçid eləyin. Burada gördüyünüz. Buradan birinciyə çevirin. Sonra OK bastığınız zaman gəlin right click eləyib edit part dediyiniz zaman artıq digər partlar şəffaflaşmır. Məncə heç ehtiyac yoxdur. Zaten partımızın hansı partın edit olduğunu rahatlıqla görə bilirik. Zaten edit etdiyimiz partı həmən dəyişəcəyimiz üçün hansı partı editə başladığımız yadımızdan çıxmalı. Biraz daha çətin məsələdir. Yaddan çıxdığı zaman da gəlib buradan rahatlıqla mavilərdən görə bilirik. Və ya editdən çıxarıq, yenidən həmin partı gedib edit edib daha kontrollü şəkildə işləyə bilərik. Həmən keçək o zaman üçüncü assemble'ımıza. Bunu bağlayıram. Direkt keçid edirəm üçüncü assemble'ımıza. Üçüncü assemble'ın bu şəkildə sizin üçün hazır qoydum. Sizə bunu task olaraq da verəcəm. Bu assemble'da nələr etmək lazımdır və yeni hansı meyitləri görəcəyik. Həmən bunlar haqqında məlumat verim sizə. Bu bildiyimiz, yəni bıçaqdır və fərqli funksiyalar daşıyır. Məsələn, burada gələk, əvvəlcə incələyirəm ki, necə meyitlər verə bilərik ki, tamamilə düzgün olsun bizim modelimiz. Tamam. Burada yeni meyitləri nələri öyrədəcəm sizə. Əvvəlcə məsələn bunları hissələrə ayıraq. Deyək ki, bu iki partla, daha sonra bu partları, daha sonra bu partları meyit verək. Üç hissəyə ayırdıqdan sonra meyitlərimizə başlayaq. Birinci bu partla başlayaq. Bu partın gəlib bunların ikisinin arasına oturacağına qərar verirəm. Və burada konsentrik ilişkisi verəcəyik. Əvvəlcə gərək onu verək. Bura, gəlib bura konsentrik olacaq. Bu şəkildə. Daha sonra gördüyüm kimi burada hərəkət elətdirə biləm artıq. Bir də təbii ki dönmə hərəkət eləyəcək bu. Dönə bilir. Yerində dönə də bilir.
Daha sonra mən elə bir mate verməliyəm ki, gəlsin bu onların tam arasında yansın. Yəni bu üzdən bu üzə qədər olan məsafə bu üzdən bu üzə qədər olan məsafə ilə tamamilə eyni olsun. Əvvəlcə evaluation'da measure'dan istifadə edərək burayla bu üzlə bu üz arasındakı məsafəni ölçək. Bu şəkildə bunları ölçərkən bəzən çətinlik çəkə bilərsiniz. Bu məsələn bizə mane ola bilər. Bunu mate'dən əvvəl də ölçə bilərsiniz və ya yeni bir şey öyrədimsinizsə ondan istifadə edərək tamamilə rahat bir şəkildə ölçümünüzü edə bilərsiniz. Bu modelinizi Assemble'da keçici olaraq gizləyə bilirsiniz. Gəlib buna klik edib hide edə bilirsiniz məsələn. Bu şəkildə hide elədiyiniz zaman bu part burada gedir və burada da şəffaflaşır. Klik elədiyiniz zaman bu şəkildə göstərir. Amma görsənmir Assemble'ınızın içərisində. Gəlib rahatlıqla ölçünüzü ala bilərsiniz. Bitirdikdən sonra da gəlib show eləyib partımızı yenidən gətirə bilərik. Bunun qısa yolu nədir? Bu partımızın burada olduğunu bildik biz məsələn. Gəlirik partımızın üzərinə. Heç bir şeye klik eləməyə ehtiyac yoxdur. Sadəcə mouse üzərində olsun. Daha sonra tab tuşuna bastığımız zaman keyboardda bu şəkildə gizləyir. Daha sonra partımızın burada olduğunu nəzərə alaraq və bilərək gəlirəm mouse'umu partın hər hansısa bir yerinə. Məsələn, burada olduğunu %100 bilirəm. Shift tab eləyirəm. Shift və tab. Bu şəkildə geri qayıdır. Məsələn, tab eləyib başqa bir yerə shift tab eləsəm, hal-hazırda shift tab eləyirəm. Amma geri qayıtmır. Burada olduğunu bildiyimiz üçün biz mouse'la həmin üzərinə gəlirik. Heç bir yerə klik eləməyə lazım deyil. Shift'i basıram. Sonra tab bu şəkildə geri qayıdır. İndi tab eləyək, gizləyək. Sonra measure'dan gələk bunun ölçüsünü alaq. Buranın 3.45 olduğunu görürəm. Yəni bu ölçünün 3.45 olduğunu görürəm. Buradan istiqamətə də baxa bilərəm. X istiqamətində 3.45, amma normal distansda hər zaman mənə eyni nəticəni verir. Gəlirəm, çıxıram. Sonra shift tab eləyirəm, geri qaytarıram bu partı. Sonra bu partın qalınlığına baxaq. Bu xətti seçsəm mən, altda bu partında qalınlığını görürəm mən. 2.44. Bunları hesablayıb buradan mate vermək, distance mate'i vermək çətin ola bilər. Və elə bir metodikadan da onsuz da istifadə etməyəcəyik. Daha qısa bir yolu var. Biz elə bir mate verəcəyik ki, tamamilə gəlib ortasında olacaq. Əvvəlcə bunu çölə çıxardaq. Mate'imizi necə veririk, onu göstərim sizə. Mate, burada gəlin, mate hissəsinə getdiyiniz zaman standart mate'lərdə hal-hazırda, standart mate'lərdə constant vermək olur, paralellik, perpendikularlıq, tangentlar və ya konsentriklər falan vermək olur. Yenə distance mate'lərimizi vermək olur. Amma burada advanced seçeneği var. Advance'a keçid elədiyimiz zaman burada advanced mate'lər verə bilirik. With mate'indən istifadə etsək, bura klik edirik with mate'indən. Daha sonra bizə face'lər istəyir. Hansı face'ləri seçib bir-bir arasında mate vermək istəyirsiniz. Partımızın face'lərini seçirik. Arasında olmaq istədiyimiz o face'ləri seçirik. Daha sonra diğer partımızın bu face'ini və bu face'ini seçdiyimiz zaman gəlir tamamilə ortasına yerləşdirir. Və buna OK vuraq çıxaq. Və artıq sadəcə rotation eləyə bildik bunu. Amma sağa sola hərəkət elətdirə bilmirik gördüyünüz kimi. Tamamilə gəlir ortasında olur. Yenə bunun qısa yolu var. Biz yenə kontrola basıb saxladığımız zaman yəni gəlin bunları seçin kontrolla. Daha sonra buranı və buranı seçsəniz kontrol buraxdığınız zaman həmin mate bu şəkildə çıxır qarşınıza. With mate'inə klik edirsiniz və bu şəkildə mate'inizi yenə verə bilirsiniz. Yenə tamamilə gəlir ortasına yerləşir. Belə illüzyon kimi görsənməsinizsə bu hal-hazırda ortasındadır. Sadəcə düzgün formada baxmırıq ona görə. Hemen Ctrl Z eləyək. Bu şəkildə ola bilər. Gördüyünüz kimi. Gedib tamamilə fərqli yerə çıxır. Ctrl Z eləyirəm.
Bir de göstərirəm width'in. Burada hansı face'ləri seçməyinizin heç bir önəmi yoxdur. Məsələn, buranı demək istədiyim nədir? Yəni sıralamanın heç bir önəmi yoxdur. Təbii ki, face'lərimizin önəmi var. Məsələn, buranı seçib, sonra buranı deyil də, buranı da seçə bilərəm. Daha sonra buranı seçib və ya bura qayıdıb, buranı seçib, daha sonra buranı da seçə bilərəm. Yəni sıralamanın heç bir önəmi yoxdur. Bu şəkildə seçib, OK basıram. Buradan baktığım zaman bu şekilde, buradan baktığım zaman her zaman tam ortasında olur. Gəlirəm burayla biraz uzaklaştıra tabii ki. Burayla buranı yine konsentrik meyti veririm. Bu şekilde. Bunlar hal-hazırda sadece dönme hareket edebilirler. Başka hareket edebilmirlər. Bunları da kısıtlayacağıq. Onları da göstereceğim bir-bir sizə. İndi bir-bir tez bir şəkildə gələn bunların width'lərini verirəm, həm də sizə göstərirəm. Bir də məsələn buranı seçək, buranı seçək. Daha sonra bu hissəni və bu hissəni seçəcəm. Width verəcəm bunlar arasına. OK. Daha sonra buranı seçib, buranı seçə bilirəm. Konsentrik verirəm. Buranın da meyti verilmədiyi üçün o bura geldi. Yani bu part ora getmədi. Gələk buranın meytini verək. Unutmuşam buranın meytini verməyə. Böyük ihtimalla. OK. Yenə tamamilə bitti. Rotation eləyə bilir. Daha sonra yenə gəlirəm. Eyni şəkildə buranı seçirəm. Buranı seçirəm. Bu face'i və bu face'i yenə width mate verirəm. OK basıram. Yenə eyni formada konsentrikliyi verəcəm. Bunları seçirəm. Konsentrikliyi verirəm. Yenə rotation eləyə bilir. Bu şəkildə. Ama başqa hərəkət eləyə bilmir. Bunları da tez bir şəkildə verək. Gördüğünüz kimi buradan fərqli face'ləri seçdim indi. Yəni eyni partların face'ləri deyil. Amma yenə verəcək. Heç bir fərqi yoxdur. OK. Bu şəkildə verə bilirik. Yuxarı qaldıraq bunu. İşimizi rahatlaştırmak için. Buranı seçək. Konsentrikliyi verək. Bunları bir-bir practice etdikcə yavaş-yavaş daha yaxşı anlayacaqsınız. Bu assemble'ını onsuz da sizə göndərəcəm. Bunu practice etmək üçün yenə gəlirik. Orta hissəni bu şəkildə seçirik. Width mate veririk. OK basırıq. Bu şəkildə. Bunu buraya yerləşdirəcəm. Və bunu da buraya yerləşdirəcəm. Yine yaxınlaşdıraq onu. Modelimiz tamamilə fərqli yerə getdi. Bu şəkildə işləyəndə. Gələk buranı seçək. Buranı seçək. Ctrl Z-dən də tez-tez istifadə etməyə çalışın. Əgər modeliniz tamamilə fərqli yerə gedibsə, həmən indi göstərim necə ola bilər onlardan. Width mate'ini verdikdən sonra bu şəkildə width mate'ini verdikdən sonra yuxarı gəldiyiniz zaman OK basaq. Bu şəkildə yuxarı gəldiyiniz zaman məsələn sağa sola eləmək istəyirsiniz. Elə bilirsiniz sağa sola gedib, amma əslində modelimiz çox aşağı bir hissəyə gedib. Həmən uzaqlaşdıraq görəcəksiniz. Modelimiz gör arasında fərq nə var? Yəni part buradadır, model buradadır. Və yaxınlaşdırdığımız zaman bu şəkildə alınır. Gətirib bunu bura qoymağa falan çalışmayın. Ctrl Z edin. Gəlsin həmənki yerinə. Gəlin bu şəkildə mate'inizi verin. Modelə o qədər də çox toxunmamağa çalışın. OK. Yəni bir çətinlik oldusa, səhvlik oldusa həmən Ctrl Z-dən istifadə edib modelinizi geri qaytarın. Burada yavaş-yavaş yeni mate'lər görək. Birincisi nədir? Birincisi dərəcə mate olacaq. Yəni biz modelimizi məsələn buradan baxdığımız zaman bu dərəcənin, yəni burayla buranın arasındakı dərəcənin məsələn 120 olmağını istəyirik. 120 olmağını istəyiriksə, yenə eyni metodika, heç bir fərqi yoxdur. Gəlin buranı seçin və gəlin məsələn buradan bir düzü seçin. Gəlin məsələn bu düz hissədir tutaq ki. Gəlib təbii ki əyri hissələri seçməyin. Bu hissəni seçməyin. Çünki bu əyri xəttdir, düz xətt deyil. Düz xəttləri, yəni düz face'ləri seçin. Buranı seçin və buranı seçin.
Daha sonra gəlin, burada distance var idi. Bunun yanında, yəni buraları qarışdırmayın. Limit distance'a falan fikir verməyin. Bunları izah edəcəm gələcəkdə sizə. Buranın yanında, limit distance'ın tam yanında angle hissəsi var. Bura klik elədiyiniz zaman dərəcə verə bilirsiniz. Məsələn, deyək ki 60 dərəcə olsun. OK basıram. Hal-hazırda 60 dərəcə bura arasında məsafə deyil. Yəni buradan bir xətt çəkilib bura arasındakı məsafəni verir. Yəni, onun üçün 60 dərəcə olaraq göstərə bilir. Yəni sizi çaşdırmasın ki, bura 60 dərəcə deyil axı. 180-dan 60 çıxıb 120 olaraq düşünə bilərsiniz. Yəni tərsinə verdim bir növ. Yenə eyni metodikadan istifadə edib buranı seçib, buranı seçə bilərəm. Yenə angle verirəm. İndi gördüyünüz kimi düzgün formada dərəcəni verdi. Bəzən SolidWorks algılaya bilir, bəzən tərsini algılayır. Burada məsələn necə verək? Burada da verək 145 dərəcə olsun. OK basırıq. Dediyim kimi bəzən burayla buranı algılayır, bəzən isə tərsini algılayır. Yəni bunun davamı olduğu üçün gəlir bura bir növ burayla bura arasındakı angle'ı bura qoyur. Yəni 60 dərəcə bura verir. OK, bu şəkildə. Və ya məsələn modelimizi dərəcə olaraq vermək istəmirik. Tamamilə gəlsin perpendikulyar olsun. Məsələn tutaq ki, buradan baxdığım zaman bu gördüyümüz partlar ikisi də gəlsin tamamilə perpendikulyar olsun bizim ortadakı partımıza. Onu necə eləyə bilərik? Gəlirik məsələn altındakı düz face'i seçirik. Buranın da düz face'ini seçirik. Sonra gəlib bunları bir-birinə perpendikulyar eləyə bildik. Paralelliyin tam yanında. Məsələn perpendikulyar etdiyimiz zaman bu şəkildə bu modelimizdə heç cür hərəkət elətdirə bilmirəm. Perpendikulyar olaraq qalır. Sonra gəlib burayla da buranı paralel edə bilərik. Avtomatik olaraq perpendikulyarlığı algılayacaq. Çünki bu burayla perpendikulyardırsa, bu da burayla, yəni bu face ilə bu face ilə paraleldirsə, avtomatik olaraq bu da burayla perpendikulyar olmalıdır. Onun üçün bu da perpendikulyar ilişkisi verir və ya ayrı-ayrı da gedib verə bilərsiniz. Bir başqa seçenek nədir? Lock rotation demişdim. Məsələn, bunu bura gətirib qoyarsınız. Dərəcə vermək istəməzsiniz. Bunu da gətirərsiniz, bura qoyarsınız. Bunu da bu şəkildə düz saxlamaq istəyirsiniz. Məsələn, paralelliyi verək həmən buna. Bura. Paralelliyi verirəm. Bu şəkildə qalsın məsələn. Digərləri isə olduğu kimi yerində qalsın istəyirəm. Gəlib klik edirəm. Keçid edirəm konsentrikə. Konsentrikdə right klik edib lock rotation deyirəm. Vəssalam. Artıq bunu hərəkət elətdirə bilmirəm. Və ya bu olsun. Bura klik edirəm. Gəlirəm right klik lock rotation deyirəm. Bu şəkildə bunu da hərəkət elətdirə bilmirəm. Burada belə bir şeyimiz var. Gələk bunu da lock rotation deyək. Bu da hərəkət eləməsin. Və geriyə bu qaldı. Burada balaca bir partımız var böyük ihtimal. Onun mate'i lock verilməyib böyük ihtimal. Gələk. Bunu da verə bilərik. Right click eləyək. Lock rotation deyək. Bu şəkildə bütün partlarımızı fully defined edib assemble'ımızı bitirə bilərik. Yenə, məsələn, bunların mate'lərini dəyişmək istəsəniz, lock rotation'ın yəni yaxşı özelliklərindən biri də tez bir şəkildə unlock edib position'ın dəyişə bilirsiniz. Unlock elədim, gətirdim, bura qoydum məsələn. Sonra gəldim burada lock elədim. Artıq burada lock olmuş formada dayandı. Bu şəkildə. Bu assemble'ımızda belə. Sizə bu assemble'ların hamısını bir-bir göndərəcəm. Bu assemble'ları girib özünüz də etməyiniz çox yaxşı olar ki, bunlar yaxşı praktislərdir. Fərqli-fərqli mate'ləri özündə bir yerə toplayan assemble'lardır. Buradan girin, angle mate'ləri verin, konsentrikləri verin, daha sonra perpendikulyarları verin, məsələn, paralelliyi verin. Bu kimi şeyləri praktis edin ki, gələcəkdə də bunları rahatlıqla istifadə edə bilin deyə. Bunları save eləyək, həmən burada bitirək.